Hər birinizi salamlayıram. Bugün sizinlə həm çox dadlı, həm də çox yumşaq olan tərəvəzli toyuq kotleti və nuggets reseptini bölüşürəm. Bu kotletlər xüsusilə uşaqlar üçün çox uyğundur. İçərisinə əlavə etdiyimiz tərəvəzlər həm ləzzət verir, həm də daha faydalı edir. Gəlin birlikdə hazırlayaq. Əvvəlcə toyuq filesini xırda hissələrə bölüb blenderdan keçiririk və ya ət maşınından çəkirik. Daha sonra kartofuz, kökü, soğanı və biberi sürtkəcdən və ya blenderdan keçiririk. Əgər tərəvəzlər çox sulu olarsa, artıq suyunu bir qədər sıxmaq olar. Hazırladığımız çəkilmiş toyuğun üzərinə bütün tərəvəzləri əlavə edirik. Ardınca yumurta, duz, qara istiot və sarı kök əlavə edib yaxşıca qarışdırırıq. Kütlənin daha yaxşı birləşməsi üçün çörək qırıntısı və ya un əlavə edirik. Burada sizə həm rahatlıqla buzluğa ata biləcəyiniz, həm də uşaqlar üçün bişirə biləcəyiniz nuggets reseptini də paylaşmaq istəyirəm. Toyuq filesinin üzərinə duz, istiot və sarı kök əlavə edib qarışdırırıq. Əvvəlcə una, sonra yumurtaya, sonda isə çörək qırıntısına bulayırıq. Qızğın yağda hər iki tərəfini qızılı rəng alana qədər bişiririk. Nəticədə çölü xırtıldayan, içi isə yumşaq və sulu nuggetslər hazır olur. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Mən burada bir səhv etmişdim ki, sadəcə suxariyə bulanmışdım, amma siz dediyim qaydada etsəz daha yaxşı alınacaq. Keçirik kotletləri qızartmağa. Hazırladığımız qarışıqdan əlimizi biraz isladaraq istədiyimiz ölçüdə kotletlər düzəldirik. Tavaya az miqdarda yağ əlavə edib qızdırırıq. Kotletləri orta odda hər iki tərəfi qızılı rəng alana qədər bişiririk. Nəticədə içi yumşaq, çölü isə nar kimi qızarmış, dadlı tərəvəzli toyuq kotletləri hazır olur. Yanında zövqə görə kartof püresi, düyü və ya salat ilə servis edə bilərsiniz. Mən bir hissəsini ayırdım və buzluq üçün kotlet formasına gətirərək saxladım. Siz istəsəniz bu kotlet halına da gətirə və ya olduğu kimi də buzluqda saxlaya bilərsiniz. Amma kotlet formada etdiyimiz zaman sonradan istifadə etmək daha rahat olur. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Növbəti reseptlər üçün məni izləməyi, kanalıma abunə olmağı unutmayın. Hələlik.